Xoş gördük əziz dinləyicilər. Deməli, İranın vurulması hələ də davam edir İsrail tərəfindən və bəzi məlumatlara görə Amerika da bu zərbələrə qoşulur hərdən. Bütün bunlarla bərabər İranın Xarici İşlər Naziri Abbas Əraqçı Rusiyaya səfər edib. Rusiya səfərdə də müzakirə olunan məsələlərdən biri Hörmüzün bağlanmasıdır. Görün hansı vəziyyət yaranıb ki, deməli İranın iki müttəfiqi var. Biri Rusiya, biri də bilirsiniz ki, Çindir. Çin Hörmüzün bağlanmasını qəti surətdə bildirir ki, bağlama. Amma Rusiya isə istəyir ki, bağlansın. Çünki Hörmüz boğazı bağlandıqda neftin qiyməti qalxdığında bu həm Amerikaya sərf eləmir, həm də İranın müttəfiqi olan Çinə sərf eləmir. Çünki Çində də Çin yanacağı aldığına görə artıq baha almağa məcburdur. Amma Rusiya isə sərf edirsə orada qiymətin qalxması, Rusiyanın da ağır vəziyyətdə olan Rusiyanın da əlində olan neftin qiymətinin qalxması deməkdir və əlavə pulların qazanılması deməkdir. Deməli, Rusiya da bu mənada baxır. İndi Əraqçını dəvət etməklə müəyyən mənada Əraqçıya sözlər vəd eləyəcək, vədələr bildirəcək, güya müttəfiqdir. Amma onu yadda saxlamaq lazımdır ki, bugün Rusiyanın əlində heç bir rıçaq yoxdur. Bütün bunlarla bərabər məni ən çox maraqlandıran məsələlərdən biri bundan ibarətdir ki, artıq Amerikada digər yerlərdə bilirsiniz ki, İran şahı Rıza Şah Pəhləvinin oğlunun reklamı gedir. Amma bütün bunlarla bərabər buna bəlkə də ən layiqli namizəd Pəhləvilərlə birlikdə, Pəhləvilərlə müqayisədə ən layiqli namizəd Babək Mirzə Qacardır. Babək Mirzə Qacar həqiqətən millətini sevən biridir. Niyə də Rıza Şah Pəhləvi olsun, elə Babək Mirzə Qacar olsun. Bu mənada mən istəyirəm ki, bizim soydaşlarımız çox ayıq olsunlar. Və bununla bərabər ən vacib olan məsələlərdən biri də budur ki, İranda bu zərbələrdən sonra kürdlər fəallaşıblar. Kürdlər istər hər yerdə yaşayan kürdlər, İranda yaşayan Pejak yönümlü kürdlər artıq İranda Kürdistan dövlətinin yaradılmasından danışırlar. Bunun işlərini aparırlar. Amma biz Güney Azərbaycanlılar və Azərbaycanlılar isə hələ də biz İranı müdafiə edirik. Hələ də bizimkilər bəzi trolluq eləyirlər. Rusiyanın trolları kimi İranın da trolları burada. Ancaq İranın, Farsın, ağanın təsvibini çəkirlər. Ayıq olun, Güney vaxtıdır demişdik. Güney vaxtı və Güneyi yaddan çıxartmayın. Bugün orada olan Kürdlər özləri haqqında düşünürlər. Bəlucular özləri haqqında düşünür. Amma biz hələ də yatırıq. Ona görə də ayıq olun. İnşallah Güney vaxtıdır və Babək Mirzə və Güney Azərbaycan Kürdlərə nisbətdə və Kürdlərə qarşılıq. Onlar artıq bu işi görürlər. Biz də bu işi görməliyik. Ayıq olun. Bu günləri Farsı müdafiə edən vaxt deyil. Bugün Güney Azərbaycanı müdafiə edən vaxtdır. Təşəkkür edirəm diqqətinizə görə.